3-7 aralığında neçə natural ədəd var? Birinci, açıq intervaldır. 3 bu aralığa daxil deyil, 7 də bu aralığa daxil deyil. Belə olan zaman böyükdən kiçiyi çıxırıq. Əgər heç bir ədəd aralığa daxil deyilsə, bir dənə də 1 çıxmaq lazımdır. Gəlin yoxlayaq. 3 daxil deyil, 4, 5, 6, 7 də daxil deyil, 3 sayı da doğrudur. 3-7 aralığında natural ədədlərin sayını tapaq. Bu aralığa 3 daxildir, kvadrat mötərizə, 7 isə daxil deyil. 7-dən 3-ü çıxırıq. Əgər biri daxil deyil, biri daxildirsə, o zaman nə üzərinə 1 əlavə etmək lazım deyil, nə də 1 çıxmaq lazım deyil. Olduğu kimi qalır 4 sayda. Yenə də yoxlayaq. 3 daxildir, 3, 4, 5, 6, 7 daxil deyil, 4 sayda doğrudur. Yenə də əgər ədədlərdən biri aralığa daxil olub, biri daxil olmursa, sadəcə böyükdən kiçiyə çıxmaq kifayətdir. İndi 3 aralığa daxildir, 7 də daxildir. Böyükdən kiçiyə çıxaq. Hər ikisi kvadrat mötərizə, yəni daxil olduğundan üzərinə 1 əlavə etmək lazımdır. Gəlin yoxlayaq. 3 daxildir. 3, 4, 5, 6, 7 də daxildir. 5 sayda doğrudur. 3-ə qalxısız bölünən neçə 2 rəqəmli natural ədəd var? Ən kiçik natural ədəd 2 rəqəmli 10-dur. Ən kiçik 2 rəqəmli 3-ə qalxısız bölünən deyirsə, olacaq 12. Ən böyük 2 rəqəmli natural ədədlər içərisində 3-ə bölünən elə 99. Sayını bizdən soruşursa, yenə də böyükdən kiçiyə çıxırıq. Və neçəyə bölünən deyirsə, bizim sualda 3-ə bölünən istəyir. 3-ə bölürük və hər ikisi kvadrat mötərizədir, yəni hər ikisi bu aralığa daxildir. Ən sonuncuda olduğu kimi üzərinə 1 əlavə edirik. 99 3-ə 33, 12 3-ə 4, üzərinə 1 əlavə etsəm edər 30. Buyurun, növbəti sualı özünüz müstəqil şəkildə həll etməyə çalışa bilərsiniz. Rəylərinizi gözləyirəm.